Salam, gözəl xanımlar. Hər birinizi Arzunun mətbəxindən salamlayıram. Nətərsiz? Yaxşı olasınız. Kanalıma xoş gəldiniz yenidən. Əziz xanımlar, bugün mən vişnya döyməci hazırlamaq istəyirəm. İstədim onu sizlə bölüşüm. Başlayaq vişnyanın tumunu çıxartmağa. Birinci vişnyanın tumunu çıxardırıq, əziz xanımlar. Hamısının tumunu çıxardıram. Yığıram bir qaba. Sonra onun içine nə gedir? Onların hamısını hazırlayıb, yığıb, yenidən sizlə bölüşəcəm, gözəl xanımlar. Nə təri hazırlayıram? Hamısını sizlə bölüşəcəm, mənim gözəl bacılarım. Bu arada deyim ki, abunə olmağı unutmayın. Rəylərinizi gözləyəcəm inşallah. Əziz xanımlar, çox qəşəng fikirlər yazırsınız. Ruh verirsiniz. Allah hamınızdan razı olsun, köməyiniz olsun, əziz bacılarım. İndi mən bunu təmizləyim, vaxt aparan bir işdir. Sonra mən ardın davamlı şəkildə sizə göstərəcəm inşallah. Salam əziz xanımlar, mətbəximdən yenə salamlayıram sizi. Mən vişnyanı təmizlədim, tumlarını çıxartdım. Reyhanı yudum, doğradım. Bir dəstə ağ reyhandır. Bir dəstə nanədir. Yudum, doğradım. 6 dişdə sarımsaqdır. Sarımsağı da qəşəng təmizlədim, doğradım. Hazır formasını göstərirəm, gözəl xanımlar. Demək, ağ reyhanımızı tökək bura vişnyamızın üstünə. Bu belə. Buradan nanəmizi tökək. Bu da bizim sarımsağımız. Bir xörək qaşığı da dolu tökmüşəm mən bura duz. Bir xörək qaşığı da duz tökmüşəm. Gözəl xanımlar. İndi bunu mən qəşəng qarışdırım. Bu düyməcimizi. Qəşəng qarışdırın bunu. Biraz özünə gəlsin xanımlar. Hamısının dadı, tamı, ərzaqların çıxsın bir-birinə. Sonra mən onu bankaya yığıb, hazır formasını göstərəcəm sizə. Gözəl xanımlar, inanırsınız, burada bir gözəl ətir gəlir. Bir gözəl ətiri gəlir bu düyməcin. Siz də hazırlayın inşallah. Qışa tədarik görün. Çox gözəl bir şeydir. Qışda ət xörəklərin böyründə çox qəşəng gedir. Sonra təzyiyi olanlara xeyirdir. Təzyiq qalxanda götürürsən ondan bir xörək qaşığı yeyirsən, təzyiyi normallaşdırır. Məsləhət görərdim ki, siz də bundan hazırlayıb qışınızda tədarik görəsiniz inşallah. Hazır formasında yenə xanımlar sizlə bölüşəcəm inşallah. Salam xanımlar. Vişnya düyməcini qutardım. Yığdım bankaya. İnşallah hazır formasını sizlə bölüşəcəm. Sonra evdə mənim pərpətöyün güyüm var idi. Ondan götürdüm. Biraz salat düzəltdim. Necə düzəltdim? Bir dənə xiyar doğradım xırda. Bir diş sarımsaq, qara reyhan, biraz da göy soğan. Doğradım. Pərpətöyünü də doğradım. Qatığı tökdüm. Yarım bankada qatıq tökdüm. Qatışdırdım. Duzunu vurdum. Belə bir faydalı salat düzəltdim. Mədə bağırsaq üçün də çox xeyirli bir salatdır. Məsləhət görərdim ki, siz də düzəldəsiz. Nuşicanla yeyəsiz inşallah. Salam
Əziz xanımlar, bugünkü işimin yekununa gəldim, çatdım. Dedim yekunu sizlə bölüşüm. Əziz bacılarım, xanımlar, bu mənim vişnya düyməcimdir. Hazır formasıdır. Çox faydalı bir düyməcdir. Qışda ət xörəklərinin yanında çox qəşəng gedir, çox dadlı olur. Təzyiqi olan insanlar bir xörək qaşığından istifadə eləsə, yenə faydası var. Məsləhətli bir düyməcdir. Çox da ləzzətlidir. Bu da mənim pərpətöyün salatımdır. Xanımlar, bu pərpətöyün salatın içinə gedir 2 dəstə pərpətöyün, 1 ədəd xiyar, yarım dəstə qara reyhan, yarım dəstə göy soğan, 2 diş sarımsaq, 1 kiloluq bankanın yarısı da qatıq gedir, duz. Bunların hamısını ayrı-ayrılıqda yudum, doğradım. Qatığı da tökdüm bu göyərtilərin üzərinə, qatışdırdım. Sonra onu qoyuruq soyuducuya. Soyuducuda 1-2 saat qəşəng özün tutur. Hamısının dadı bir-birinə çıxır. Sonra xörəyin böyründə çox qəşəng gedir. Çox faydalı bir salatdır, məsləhətli salatdır. Mədə bağırsaq üçün də faydalıdır. Nə qədər ki sezonudur, yararlanın əziz xanımlar. Məsləhətli salatdır. Xanımlar, bir də deyim, yadınıza yenə salın. Abunə olmağı unutmayın. Şərh yazmağı unutmayın. Yazan əlləriniz var olsun. Baxan gözləriniz həmişə sağlam olsun. Allah hər birinizdən razı olsun. Çox gözəl şərhlər yazırsınız və əhval-ruhiyyə verirsiniz. Mən də çalışıram ki, gözəl-gözəl vloglar çəkim, maraqlı bir şeylər çəkim, sizlə paylaşım. Siz də mənim üçün qəşəng-qəşəng yorumlar yazasınız inşallah. Xanımlar, bu arada mən videomu tamamladım. Sizlə sağollaşmaq istəyirəm. Allah hər birinizdən razı olsun. Hamınızın ailənizdə Allah sağlıq, salamatçılıq eləsin. Cümləmizi salamat eləsin. Xətasız, bəlasız eləsin. Hamınızı öpürəm, əziz bacılarım, bağrıma basıram. İnşallah yeni videolarımla görüşənədək.